Amma bir dənə maniyə var, o maniyəni aşın. O bir 3 dənə adı fikirləşirsən, bu halın yaranmıyor. Çünki maniyən var. Ata, ana bu yolda bir dənə maniyələrdən ola bilər, müğayət olun. Ata ilə anadan müğayət olun. Onların xeyir duasını alın. Xeyir duasını alın. Çox böyük maniyələr ola bilir yolda. Bir şəxs vardı, övladı olmurdu. Gəlmişdi, bir ariflərdən biri ilə görüşmüşdü. Demişdi, övladım yoxdur, böyük arifdir. Mən oxumuşam onun haqqında. Əzəmətli, dünyasını dəyişdi. O deyir, ona bir dua dedi, nə bilim, zikir dedi və s. O getdi, bir müddət keçdi, yenə də olmurdu övladı. Başqa bir ariflə görüşmüşdü. Allah bəzi vaxt kiməsə ayən edir, kiməsə ayən eləmir. Hər yerə bir cür. O arifdən də dua istəyəndə, o gedəndən sonra həmən o ikinci arif yanındakilar demişdi ki, buna xeyri yoxdur. Allah zikir, dua da versək, buna xeyir eləməyəcək. Çünki atasının nifrini var bunun üzərində. Atası nifrin edib. Atası bəla istəyib bunun üçün. Ona görə bax, bu zikirlər təsir eləmir. Bu deməkdə insan namazını saxlasın, orucunu saxlasın, bundan işim getmir. O böyük məqamlar istəyirsə, bunlar maniyyədir biləsiniz.